Səbirdən Allah elə Quranda danışır ki, deyir ki, iştahla yiyin çətinliyi. Çətinliyin içinə girin, səbr eləyin, keyf eləyin. Səbrin keyfinə dəvət eləyir. Bunu ən rahat başa salmaq olur Ramazan ayında. Ramazan ayındakı ləzzət var. Hər şeyi qoyuram. Ramazan ayının mənəviyyatı, Allah, hər şeyi qoyuram. Ramazan ayının ləzzəti. Burada rahat hiss eləmək olur. Səbrin ləzzətidir. İndiyəcən bizə deməyiblər ki, ləzzət axtarırsansa səbirdə axtar. Gəlin fikrimizi tam alt üst eləyək bugündən. Allahın sözü ilə, mənim yox. Allah Quranda bunu deyir. Dünən ayə oxudum, deyir, İdfə billəti hiyə əhsən. Biri sənə pislik eləyib, düşmənçilik eləyir. Bir müsəlman, bir mömin, bir kim. Yenə deyirəm, Allah düşməni yox, din düşməni yox, xalq düşməni yox, dəyərlərin düşməni yox, onların hesabı başqadır. Erməni ilə gərək düşmənçilik eləyəsən. O başqa dil bilmir. O sənin millətin düşmənidir. Düşmənidir də konkret, səbəbsiz bəzən düşmənidir. Artıq son hadisələr, son dövr onu göstərir. Düşməndir, bununla düşmənçilik elə. Və burada yersizdir hansısa sülh çağırışları filan. Düşmənlə düşmənçilik elə. Amma şəxsi məsələlərdən Quran danışır. Deyir ki, sənə pislik eləyəndə adi şəxsi münasibətlərdə İdfə billəti hiyə əhsən kəənnəhu vəliyyun həmim. Deyir, ona elə yaxşı qarşılıq ver ki, elə bil sənlə düşmən deyil, ən yaxın dostundur. Dostun var, gündə görüşürsən, qucaqlaşıb öpüşürsən ha. Görün Quranın metodu nədir, necə həyat modeli təqdim edir. Bir düşünək də bunların üzərində. Nə vaxtacan bunları oxuyub keçəcək ki, o böyük adamların işidir və saçan böyük adam olacaq. Sonra da ki, böyük adam yox, Allah deyir, bunu elə ləzzətini dad. Nağd ləzzətini dad. Elə deyir, münasibət qurur ki, sanki ən yaxın dostudur. Belə səbir yox, biri sənə nəsə dedi, sənə hə, yaxşı, get dahi, göyə sən səbir elədin. Belə yox, deyir ki, elə bil ən əziz dostundur. Sərdən elə səbr eləyirik ki, eləməsə ondan yaxşıdır. Keçdim sənin üçün, bir minnət də qoyuruq ona. Keçdim sənin üçün, get. Belə yox. Deyirsən, onun üçün keç, yəni səbr elə. Onun acı sözünə, pisliklərinə. Sənin üçün qeybət eləyirsən, dinən sənə qurban olaram. Sən pisliyivə danışır, çalışır dinən ki, başva dönərəm. Sən mənim üçün əzizsən. Sevə-sevə bunu deyir. Gözəl səbir buna deyirlər. Quran deyir, gözəl səbir elə, sonra otur ləzzətinə bax. Dalıca buyurur ki, və mə yuləqqaha illellədinə səbəru. Bunun ləzzətini ancaq səbr edənlər bilir. Və mə yuləqqaha illə zu həzzin adim. Ancaq göz əzəmətli, böyük ləzzəti dadanlar bilir. Yəni, bunu eləyin bir-iki dəfə görəcəksiniz necə ləzzətlidir. Allah səbrin haqqında deyir, ləzzəti əzimdir. Əzim yəni əzəmətli. Bunu bir var, mən deyəm, kiçik adam deyəndə filan şey böyükdir, deyərsən bu balacadır. Əzim Allah. Subhanə Rabbiyəl azimi və bəhəmdir dediyimiz Allah. Özü böyük olan deyir ki, bu böyük ləzzətdir. Niyə görə biz Quran oxuyanda deyirik, sədəqallahul aliyyül azim. Allah düz deyir. Niyə inanmamışıq? İnansaydıq, səbirdən zövq alardıq. Gil eylənməzdik. Allah deyir ki, səbirdədir ləzzət. Özdə böyük ləzzətdir. Bunu kim deyir? Böyük olan Allah. Bunu əsərlərimizdə göstərə bilsək, yaxşı olardı. Bunun üçün bir senari yazsın biri. Mən təkidlə bunu deyirəm. Bir rejissor olsun, bir aktyorları toplasın və iş adamları da bu yandan ona dəstək versin. İş adamlarının işi bu deyil, deyəsən, əhsən bərəkəllah filan kəs gözəl muizə eləyir. İş adamlarının işi də budur ki, yaxşı işlərə dəstək olsun. O da elə səbr eləsin. Bunu təqdim eləyək ki, bu cür model yaşayış, həyat tərzi ləzzətlidir. Allah Quranda deyir, bunun üzərində bir hadisə yaradaq.
Belə bir insanın nümunəsini əsərlərimizdə göstərək və praktiki real həyatda göstərək. İmam Baqir əleyhissalam buyurur ki, bəzən işçilərim mənə əziyyət verir. O qədər əziyyət verirlər və mən o əziyyətə səbr eləməklə Allaha elə yaxınlaşıram ki, deməklə olmaz. İşçinin səhvləri ona dözmək, İmam Baqir əleyhissalam buyurur ki, mən Allaha elə yaxınlaşdırır ki, deməklə olmaz yəni. Səbr bu belədir. Səbr adamı sürətlə aparır Allaha tərəf. Heç bir xeyir iş səbr qədər sürətdə aparmır. Heç bir xeyir iş. Axşama yaxın Aşura günü, 3-cü dəfədə deyirəm İmam Hüseyin məclisində bu il bunu. Əsr yaxınlaşanda ki, İmam Hüseyin artıq canı bədənindən çıxırdı, can verirdi son anlarında. Deyirlər ki, şadlığı üzündə artırdı. Seyyid Peymanın bir mərsiyəsi var. Yəqin ki, eşitmişsiniz, o oxuyur, bilmirəm Seyyid Peymanındır. Mən ondan eşitmişəm. Deyir, Hüseyin payəndə etdi əs-səlatı, Hüseyndən oldu İslamın nicatı. Hüseyin qərq-i bəla siması xəndan, Hüseyin heyrətdə qoydu kainatı. Qərq-i bəla siması xəndan, yəni bəlaya qərq olub, üzü gülürdü. Ona görə heyrətdə qoydu hamını. Və bu, ancaq İmam Hüseyinə aid deyil, bu qaydadır. Qaydadır. Söhbət bəladan getmir, təksə. Söhbət istənilən çətinlik zamanı səbirlə ötüşdürməkdən gedir. O səbir sənə ləzzət verməsə, onda nəuzubillah, Allah səhv danışır. Allah deyir də bu söz. Hüseyin qərq-i bəla siması xəndan. Bəlanın yağışının altında üzü də gülürdü. Bax, ona görə heyrətdə qoydu hamını. Bütün varlıq heyrətdə qaldı. Səbrin şadlığına. Səbrin şadlığı qədər heç sənin şadlığı yoxdur. Dünya verə bilmir bu ləzzəti. Biz praktikada görürük, yenə də inanmırıq. Nəqd dünyanı görürük, inanmırıq. Şeytan nəqd gördüyümüz dünyanın xəyalı ilə bizi aldadır. Əli əleyhissalam buyurur ki, dünyanın xəyalı özündən yaxşıdır, axirətin özü xəyalından. Gözəl sözdür bu. Yəni, nə qədər xəyal eləyə bilərsən cənnətdə nələr var, yenə gedib görəndə deyirsən ki, özü xəyalından yaxşıdır. Bu ağla gəlməzdi burada gördüklərim. Xəyala nə var ki, nə istəsən xəyal elə də, elə deyil. Xəyalda çərçivə yoxdur ki, nə istəsən düşün. Deyir ki, yenə də gedib görəcəksən, xəyalda fantastika fikirləş. Xəyala nə problem var ki? Deyir, yenə gedib görəcəksən ki, özü xəyalından yaxşıdır, amma dünyanın özü xəyalından aşağıdır. Siz gördüyünüz nəq dünyanın xəyalına aldanırsınız, bilirsiniz? Görürsünüz, o deyil. Amma yenə də inanmırsınız. Yenə də ona görə aldanıb günah edirsiniz. Dünya adama ləzzəti verə bilmir. Bax, biz nələr istəyirik? Bir dənə biz siyaha yazaq. Birdən Allah dünyadan istədiyimiz hər şeyi bizə birdən versə, birdən-birə. Hə? Hamısını artıqlaması ilə versə, Allah'ın da olsun bezəcəksiniz. Ürəyinizi vuracaq. O arzularınız, dünən arzuladığım, bugün başımın bəlası olacaq. Mən keçmişdə demişəm, deyir, gedərdi filan yerdə baseyndə çimərdi. 1 saat, 2 saat, 3 saat, 4 saat gir ora. Sonra deyirsən ki, çıxımı ürəyim bulandı. Bu dünya belədir. Dünya belədir. Hər şey birdən versin sənə, istifadə elə, antidepressant atacaqsan, sonra qəbul edəcəksən. Əksəriyyəti də belə olur. Hər şey əllərində var, deyir ki, neynim, ürəyim partladı da. Da bir şey qalmadı axı. Neynim, mən nədən ləzzət almaq, hər şeyim var. Ən böyük bəlalardan biri budur ki, istədiyi hər şey var, görür ki, dünya qane eləyə bilmir, başqa da ləzzət mənbəyi tanınmır və salam. Gəl, onda bu adamın şərrindən özünü və ailəsini, ətrafı qoru. Bu dünya gücünü qoyur, təmin eləyə bilmirsən, görmürsən sən. Yenə də allanırıq, gedirik dalıca. Gedək, qazanaq, əldə edək. Yəni, həsrətini çəkməyək, ləzzətini aldanmayaq. Söz budur.
Biz hərdən hissə istəyirik. Gözümüzə gəlmir onun pisliyi. Deyirik, evim yoxdur, ev yox, taksi ilə gedib gələrəm. Bir dənə ev ver də mənə. Allah ev verdi, sonra deyirsən ki, taksi də yaxşı deyil, bəlkə bir maşını da verəsən. Onu da verdi. Sonra deyirik, hissə istəyirik gözümüzə. Birdən hər şey versə, təsəvvür elə. İşin, pulun, maşının, evin, hər şey qaydasında, sonra gəl yaşa görün dünyada necə yaşayırsan. Sonra görəcəksən ki, bu sən istədiyin deyil və istirab çəkəcəksən. Arzuladıqların sənin istirab mənbəyivə çevriləcək. Bu irfani bəsdir, yoxsa praktiki söhbətdir dünyanın içində olanlar. Yəni biz görmürük bunu belədir. Bunu sübut eləmək üçün niyə görə minbərdə bir saat danışmaq lazımdır? Başa düşmürəm, şeytan bizi gözümüzlə gördüyü şey haqqında yanlış düşüncəyə salır. Allah deyir ki, bunların əvəzindən həyatda axtar gör, nəyə səbr eləməlisən, onun da alıcı ol. Keyf oradadır. Amma biz əksi. Gör, nə səbr yerləri haradadır ki, orada səbr eləməlisən. Biraz döz. Döz, keç, sonra gör, nə keyfi var. Keyfi burada axtar, orada yox. Onları da istəyir, heç kəs deməyib dünya istəmək. Kim deyib Allahdan dünya? Allah deyib, ayaqqabın bağında, çörəyin duzunda məndən istə, öz yerində. Amma baxışım belə olsun ki, bunlar olsun, lap yaxşı. Filan səbəblərdən olsun, abrımı qorusun, filan, yaxşı. Amma ləzzət bunda deyil. Ləzzəti yenə səbirdə axtar. Yəni, axtar gör, harada səbir eləməli olacaqsan. Orada axtar. O ilə keyf elə. Keyfi ondan çıxart. Keyfi səbirdən çıxart. Bunlardan yox. Bunları da istə lap yaxşı. İnanın, bunlar çox vacib. Həyati məsələlərdir bizim üçün. Gəldi İmam Sadiq əleyhissalamdan soruşdu bir nəfər ki, keçmişdə demişəm bu hədisi. Dedim, mürüvvət nədir? Mürüvvət yəni mərdlik. Mürüvvət nədir? İmam dedi ki, yaxşı, mən cavab verərəm. Səncə, siz cəmaat nə deyirsiniz, mürüvvət nədir? Dedi ki, cəmaat belə deyir. Deyir ki, birinə neymət verilsə, şükr eləyir, olmasa səbr eləyir. Bu mürüvvətdir. Yaxşı sözdür də, yaxşıdır da, neymət şükür, yoxdur səbir. İmam Sadiq nə cavab versə yaxşı, dedi ki, Mədinənin itləri də onu bacarır. Mədinənin itləri də verəndə quyruğunu tərpədir, təşəkkür eləyir, olmayanda da səbr eləyir. Dedi, bəs mürüvvət nədir? Dedi, biz Əhl-i Beytin yanında mürüvvət budur. Mürüvvət budur ki, verməyəndə şükür eləyəsən, verəndə infaq, isar, verdiyini verəsən başqalarına, verməyəndə də şükür eləyəsən. Nə deməkdir bu? Yəni, verməyəndə səbrə şükürü də qat, sevinclə səbr elə, bunu demək istəyir. Şad səbr elə. Şad halda səbr elə. Bax ləzzətinə sonra. Yenə də deyirəm, İslam bizi pasif həyata, problemli həyata dəvət eləmir. İslam deyir, həyatındakı problemləri həll eləməyə çalış, yox olan şeyləri vara çevirməyə çalış, dəqiq məsuliyyətli ol, işlərvi gör, hamısının öz yerində, bunlar dəqiqliklə, dünyapərəstdən daha dəqiq çalış dünyon üçün, amma aqibətdə, nəticədə, birdən sən çalışdın, gəlmədi, deyir, onda deyilən ki, hə, bax, ləzzət almalı yer gəldi. Ləzzət almalı məqam buradır. Səbr eləyəcəm sevinə-sevinə, çünki burada Allah mənə nəzər eləyəcək. Allah bu epizodlar var ya həyatımda, haradakı mən səbr eləyirəm, orada məni məhəbbəti ilə əhat eləyir, orada mənə sığal çəkir, orada keyf yaşadır mənə. İbrahim Peyğəmbər niyə ağladı bıçaq İsmailin boğazını kəsməyəndə? Dedi ki, səbr eləyəcəkdim, alınmadı da. Səbr eləyəcəkdim, ləzzətdən məhrum oldum, səbrin ləzzətindən. Çünki bilirdi səbirdə nə var. Səbir adamı oxumamış alim eləyir. Səbir kitablarda yazılmayan elmi verir adama. O elmə sahib olursan ki, kitablarda tapa bilməzsən və zövq alırsan. Çünki insanın zövqü bundadır. İnsan adlı varlıq ləzzəti anlamaqdan alır. Anlamağın da yolu deyir, oxumaq deyil. Oxumaq əladır, müqəddimədir. Amma anlamağın yolu, Quran buyurur, səbirdir. Yoxsa nə qədər ye, iç, gir baseynə çıx. Ye, iç, gir baseynə çıx. Günə ver özü, biraz yaxşıdır, elə. Amma nə qədər verəcək ləzzət sənə?
Bir əvvəldən hesabla. Nə qədər verəcək? Ağıllı adamlar məndən hərdən soruşur ki, cənnətdə adam darıxmayacaq. Bütün ruhanilərə bu sual verirlər. Deyir, baldan nəm axır. Deyir, yaxşı, balda girdi, içimdi. Sonra meyvə yedi, ağacın altında yatdıq, durduq, təzdən. Yatmaq da yoxdur əslində. Yəni, hə, yi, iç, gəz. Deyir, nə qədər onlar bezməyəcək? Çox ağıllı sualdır bu. Çox ağıllı sualdır bu. Çünki gördüyü dünyanı deməli belə dəyərləndir. Doğrudan da dünyada bundan adam yorulur. Bu xətlə get davamını, get. Orada cavab bundan ibarətdir ki, sən orada binəhayət Allahdan ləzzət alırsan. Onlar hamısı orada, onlar binəhayət sonsuz Allahın ləzzətinin ayrı-ayrı təzahürləridir. Sən meyvə yiyirsən, mənəvi mərifət var. Sonsuz Allahın şüasıdır da, hərəsi bir şüasıdır. O sonsuz olduğu qədər sən də quruluşun elə dəyişib ki, sən də o sonsuz ləzzəti qəbul eləmək tutumuna maliksən. Orada yemək belə deyil, mədəvi ağırlıq eləsin. Orada yemək maddi, mənəvi qarışıq bir qidadır. Allahdan, Allah mərifəti əldə edirsən meyvə yeməklə. Yəni bunu belə başa salır bizə, belə izah eləyir. Sən başqa bir varlıqsan, orada ləzzət belədir. Burada nədən ləzzət almalısan? Burada səbirdən. Eşitdiniz hamınız? Burada gəlmisən səbirdən ləzzət almağa. Buradakı ləzzətlərin hamısı səbrin nəticəsidir. İndi görək sabahda necə yaşayacaq. Təəssüf edirəm ki, mən neçə ildir buradan danışıram, sonra gedirəm yenə də düzəlmirəm. Və başqalarından da bu tələb eləyə bilmərəm ki, dəyişsinlər. Amma budur, deyir, səbirdən ləzzət almalısan. Bir dənə bir söz deyim, əziyyət çəkəndə şikayət eləyən adamlar var, onlar Allahın bütün düzənini xarab eləyən adamlardır. Səhv təsəvvür formalaşdırırlar, başqalarını da xarab eləyirlər o adamlar. Allah bir dənə düzən qurub ki, onun müəyyən yerlərində sən səbr eləyib, səbirdən ləzzət alıb keyf eləməliydin. Bu düzən özü qurub. Bu gəlir Allahın işini xarab eləyir. Gəlir başlayır çətinlikdən gileylənməyə, Allahın ona görə xoşu gəlmir ki, ay bala, mənim elə bunu özüm belə eləmişdim ki, sənin ləzzətin bu çətinliklərdədir. Sən də gəldin bundan başladın şikayətlənməyə. Sən gəldin başqalarının zehniyyətini xarab elədin. Sən çətinlik haqqında təsəvvürü xarab elədin. Çətinlik qərar idi ki, sənə ləzzət versin. Sən əksinə ondan narahat oldun. Və başqalarının da zehniyyətini korladın. Sən şikayətlərindən xarab elədin hər şeyi. Ona görə Səbə surəsində buyurur ki, qiyamətdə, bax belə deyir, yadımdan çıxdı ərəbcəsi. Deyəsən belədir, həl nucazi illəl kəfur. Bilmirəm, düz dedim ayəni, bəli. Deyir, biz naşükürdən başqasını cəzalandıracaq yəni. Yəni, qiyamətdə ancaq səbr eləməyənləri cəzalandıracaq. Bundan artıq nə deyim, bəlkə olardı ki, bugün buradan düşüm deyim, bəhs tamamlandı. Biz məyər qiyamətdə şükür eləməyənlərdən başqasına da cəza verəcək. Yəni, cəza veriləcək ancaq səbr eləməyən adamlara. Çətinliyi etirazla qarşılayan adamlara. Məsələn, bir anadır, oturub şikayət eləyir evdə. Bu dərd belə, bu problem belə, filan belə, filan belə. Uşaqlardan şikayət eləyir, siz mənə gün vermədiniz, filan, 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 filan. Uşağı bədbəxt eləyir bu. Çünki qərar idi ki, uşaq pozitiv, müsbət əhval-ruhiyyə ilə girişməli idi həyata. Bu çətinlikləri də ləzzət mənbəyi kimi ağuşuna almalı idi ki, mənim həyat ləzzətim çətinliklərə dözməkdə idi. Qərar bu idi, ana alt üst elədi, tam əks bir şey təlqin elədi övladına. Bu uşağın psixoloji problemi olacaq. Uşaq deyir, vay, cəhənnəmə gəlmişəm ki mən. Amma sən deyə bilərdin ki, nə gözəl, bugün filan problem oldu, dözdü, Allaha şükür elədi, əla oldu. Nə gözəl, uşaq deyər ki, uşağın təsəvvürü belə olar ki, Allah istəyir o təsəvvürü Quranda formalaşdırsın ki, sənin bu dünyada qaldığın müddətdə ləzzət axtarırsansa, ləzzət səbrin içindədir. Bundan qorxmayın.
Heç kəs qorxmasın, belə olanda bəla dalıca gəlməyəcək. Girin səbrin ləzzətinə, sonra görəcəksən ki, hər şeyi tənzimləyə bilirsən. Allah idarə edir də, bilirsən, tutumun nə qədərdir. Səbir deyəndə təkcə bəla nəzərdə tutulmur. Səbir gündəlik, hər bir şeyi razılıqla qarşılamaq nəzərdə tutulur. Söhbət təkcə hansısa bir xüsusi bəladan getmir. Çətinliyin içində dözməyin ləzzəti var. Amma ürəklə ki kimi dözəsən. Adam var, nə xəbər, heç nə bədbəxtçilik. Belə adamdan Allahın acığı gəlir. Mən keçən Ramazan aylarında demişdim ki, belə adamlara uzaqdan desin, salam, əleyhissalam, qaçasan. Vallahi problemdir, həyatında cavanlarda da var bu. Heç problem yoxdur, hər şey qaydasındadır, bəzilər. Problem dalıca. Bu adamlardan Allahın acığı gəlir. Çünki özləri də zehniyyəti xarabdır. Başqalarının da, yenə deyirəm, əksini təlqin edirlər. Allahın qərarı buydu ki, Ləqəd xələqnəl insan fi kəbəd, biz insanı çətinlikdə yaratdıq. Çətinliklərə səbirdə ləzzət var, keyf var, keyfi burada axtarın. Bunu təlqin edən yerdə bu gəlir xarab edir. Deyir ki, əksin deyir. Deyir ki, çətinlikdə narahatlıq var, bədlik var. Bu naşükür ruhiyyədir. Heç kəs demir, ictimai hansısa negativ hallara qarşı, məsələn, negativ halları həll eləmək lazımdır, çalışmaq lazımdır, islah eləmək lazımdır, yeri gələndə tənqid eləmək lazımdır. Tənqid onun üçün ki, düzəlsin, tənqid onun üçün yox. Bəziləri indi çıxıb ki, cəmaata təlqin edir ki, bizim ölkəmizdə hər şey pisdir, xaricdə hər şey yaxşıdır. Bu çox zərərli düşüncədir, kökündən zərərlidir və əsası da yoxdur, heç bir əsası yoxdur bunun. Problemi də ondan görə qabardarlar ki, problem həllini tapsın. Problem həll olunsun. Kimsə demir ki, təslimiyyət yox. Sən problemin həllinə çalış. Amma dünyanın zatı belədir, mənim sözüm budur. Ki, ona səbr eləmək lazımdır. Və dünyada qaldığımız müddətdə elə ləzzət ancaq bundadır, vəssalam. Başqa heç nədə. Peyğəmbər salavatullah Cəbrail əleyhissalamdan soruşur. Səbir nədir? Peyğəmbər əleyhissalam Cəbraildən üstündür, amma Cəbrail Allahın sözünü Peyğəmbərə deyir. Səbir nədir? Cəbrail deyir ki, təsbiru fiddərra kəmə təsbiru fissərra. Deyir ki, belə bir halda olasan ki, sıxıntıda, rahatlıqda eyni səbirdə olasan, eyni halda olasan. Eyni halda. Halın dəyişməsin. Halın dəyişməsin. Və bu məsələn kimdə olur? Belə deyək də, məsələn, futbolun ləzzəti nədədir? Futbol oynayır cavanlar, ləzzəti nədədir? Birdən o cavana denən ki, topu sənə verirəm, heç kəs yoxdur meydanda, boş qapı, sən get 100 dənə qol vur. Ləzzətlidir? Yox. Futbolun ləzzəti nədədir? Rəqib komandadan kimsə çıxır, topu səndən alır, çətinliklə ondan alırsan, bu oyunun çətinliyinə səbr edirsən, ləzzət alırsan. Bax, səbrin də ləzzəti bundadır. Başqa necə, ən sadə dildə izah edeyim. Oturub ki, şikayət edirsən, bu nədir belə? Ona oxşur ki, futbolçu çıxsın meydana, birdən otursun yerdə ağlasın. Bu nədir? Gəb top alırlar məndən. Deyirlər, bu oyunun qaydasıdır. Oyunun qaydası və ləzzətidir. Oyunun qaydası və ləzzəti bundadır. Eyni ilə belədir. Yəni, mən misalım, belə deyək, həqiqətdən uzaq deyil, həqiqətin özünü misal çəkirəm, oyun vasitəsilə. Allah deyir, bəlanı mən hədiyyə eləmişəm, sən zay eləmə. Bəla deyəndə çətinliyi nəzərə tutulur. Keyfini çıxartmaq əvəzində oturub ağlayırsan, sən ağlamaya get, keyfini çıxart, dadını çıxart, sənə hədiyyə göndərmişəm bunu. Sonra Cəbrail nə dedi? Səbrin bir şərti də nədir? Şikayət eləməyəsən heç kimə. Oturub şikayətlənməyəsən cəmaata. Belədir də bizim günümüz. Bunu danışmayasan. Xəstəsən, gəliblə yanva deyəsən, əlhəmdülillah. Bir sözün nə qədər bu əlhəmdülillahın savabı var və nə qədər mükafatı var və nə qədər sonra ləzzəti var. Nələr yazıb Allah buna?
Allah deyirsən, məndən şikayət elədin başqasına, mən də abruvasım sənin, mən də günahlarından danışım. Mənası budur, yəni şikayətlə Allahın abrını aparırsan. Mənası budur. Mən əziyyəti təbliğ eləmirəm, amma səbri təbliğ eləyirəm. Mən çətinliyi təbliğ eləmirəm, səbri təbliğ eləyirəm, sıxıntını təbliğ eləmirəm. Bizim dinimiz bizə qadağan eləyib bəla istəməyi. Deyib, bəla istəməyin, çətinlik filan istəməyin. Çətinliklər də qabağıma çıxdı, həll elə, amma səbirlə bu proses müşahidə olunsa, onda sən insan həyatını yaşayacaqsan, keyf eləyəcəksən, ləzzət alacaqsan. İnsanlıq budur. Sən ona görə insansan ki, çətinliyə səbr eləyə bilirsən. İnsan yəni bu, insanın mənası budur. Sən sıxıntılara deyinirsənsə, Allah dirəsində mənə deyinirsən. Bu nədir? Bu nədir? Yəni sən neyinirsən? Sən sözün mənədir. Bir ucu mənə, bir ucu yox elə mənə gəlir, çatır. Və təəssüf ki, bizim mədəniyyətimizdə bu var. Xalqımızın bəzi xüsusiyyətlərini tənqid eləmək olar da. Mənim haqqım yoxdur xalqı tənqid eləməyə. Yəni sadəcə özümüzü də, xalqı deyəndə özümü. Xalq elə bizik də, bizdən ibarətdir o mənada. Amma o adam ki, sıxıntını qəlbində saxlayır, demir qəlbi genişlənir. Ləzzət alır, arif olur, keyf eləyir, ariflik budur, bax, səbr eləmək.